Bu çox ağır sualdır, bu ağır məsələdir. Xavaric olması, onların oturub durması çox ağır məsələdir. Yəni onların düzəlmə məsələsi də problemdir. Uşaqlar da dair ehtimalı böyüdür. Yəni siz gördünüz bu hadisələrdə uşaqları götürdülər, getdilər Suriyaya, ailəni dağıtdılar, məhv elədilər hər şeyi. Çox təhlükəli bir şeydir. Birinci yenə də hikmətlə dəvət, səbir və son ana kimi çalış. Yoxsa görsən ki, alınmır, o sənə də məhv eləyər uşaqları da. Boşanmaq məsləhətdir. Bu ağır temadır. Bu məsələ çətin məsələdir. Sələflərdən o vaxtı danışırlar, deyirlər ki, rivayət olunur ki, biri vardı, tanınmış adam olub. Evlənəndə deyirlər ki, həmin qadında problemlər var, yəni xavaric fikirləri var. Deyib, onu mən islah dəvət edəcəm. Və elə oldu ki, deyir, evlənəndən sonra xavaricin başında durandan oldu. Təsəvvür etsən, bu tarix bizə göstərib ki, bunlar çox təhlükəlidirlər. Sən özün üçün də təhlükə var, uşaqlar üçün də təhlükə var. Yəni, onlardan qayıtmalıdır, tövbə etməlidir və olmasa artıq yəni, uşaqları da qorumaq üçün Allahın izinlə son şeydə boşanmaq. Yəni, onunla bir yerdə qalmaq xətadır. Yəni, təhlükə daha doğrusu. Təhlükədir, sənin üçün də, uşaqlar üçün də. Yəni, gələcəyin, dünyanın, axirətin məhv olmaq deməkdir. Allah bizi qorusun. Allah hidayət versin, islah etsin və sənə də yardım edəsin. Çox ağır məsələdir bu.